Aha. Gəlin baxaq. Biz öyrəndik ki, keçən dəfə necə yazmalıyıq ümumiyyətlə. Qalxmaları, düşmələri. Düzdürmü? İndi isə mən istəyirəm ki, biz baxaq əsas overall nədir? Ümumiyyətlə overall nədir sizcə? Nələri göstərirlər Overallda overallda? deməli rəqəm yazmırıq, tarix yazmırıq. Sadəcə Aha, məlumatı ən çox və ən azlar yazırıq. düzdür. Baxın, birinci məsələn line graphdan başlayırıqsa, ən birinci, onsuz da biz öyrənəndə birinci line graph öyrənəcəyik. Biz əsas trendləri mən istəyirəm ki, birinci biz introduction necə yazılır, overall necə yazılır, bodylər necə yazılır, bunu ümumi öyrənək, sonra hər birini tətbiq eləyək. Müəyyən qraflara görə, line qrafa, bar charta, pie charta və yaxud başqalarına. Məsəl üçün, baxın birincidə line qrafda. Əgər ki biz ümumi olaraq demək istəyirik ki, ilk öncə bunu qeyd edim ki, mütləq overall sözü ilə başlamalıyıq. Bu mütləqdir. Əgər overall sözü ilə başlamırıqsa, writing tasklandan 5-dən yuxarı gözləmirik balımızı. Ümumiyyətlə biz overall vermiriksə tasklandan, bizim balımız 5-dən yuxarı gələn deyil. Overall bir tasklanın elə bir ki, əsas özəyidir. Necə ki, task 2-də bodylər özə əsasdır. Burada da overall daha əsaslı. Bəzi tələbələrə yazılır introduction, in introduction, finally. Belə sözlər qəbul olunmur ha. Sadəcə overall sözünü yaza bilərik. Overall və mən araşdırmışam ən çox belə yüksək bal alan esselərdəki strukturlarda. It's clear Z-lə başlayır daha çox. Yəni məsələn, bunu da yaza bilərik. Ha, üçü də əslində uyğundur. Sadəcə it's clear Z-lə başlasa daha yaxşıdır. It's clear that over the period. Yəni burada nəyə qeyd eləyirik? Bax, tutaq ki, elə sizə göndərdiyim bu gün keçən dəfə işlədiyimiz sizin yazdığınız tasklarına baxaq line qrafa. Onun üzərindən bunları dolduracağıq. Çünki praktik eləməliyik ki, yadımızda qalsın. Baxaq o line qrafa. Birinci hissədə ümumiyyətlə biz bunu dəftərinizə də yazarsınız mütləq. Bu skeletləri biz əzbərləməliyik. Yazdıqca da yadda qalacaq onsuz da. Overall it's clear that, yəni açıq aydındır ki, over the period, yəni bu period boyunca nə olub sizcə? İndi baxaq biz line qrafımıza, özümüzün line qrafına. 3 dənə maşından gedir söhbət. Qalxma halları yaşanıb yoxsa Düşmə düşmə? də yaşanıb, qalxma da. Məsələn, əkmə başlayıb yüksəklə, amma aşağı düşüb. Ən yüksək əkmə ilə başlayıb da belə baxanda. Aha. It's clear that Ən çox onda burada qalxma hansında yaşanıb? ən çox qalxma Curtis Carmartda. Mhm. Onda burada nə yazacaq sizcə? Nədə qalxma yaşanıb? Over the period. Curtis Yəni ancaq Carmart. qalxıb da, nəsə burada ancaq qalxıb. Düşmə halı yaşanmayıb. Curtis Carmart increased over the period. Yes. Overall-da əsas göstəririk ki, həmişə ən birinci qalxan hissə hansıdır? Və yaxud da burada indi bizə qalxan lazımdır. Belə anidən düşən yox. Bizə anidən düşən sadəcə bodylərdə danışacaq. Gözümüzə çarpan nədir? İlk başladıqları hissədən hansı axırda qalxıb? Görürsüz ikisi qalxıb biri düşüb də. Yes, deyəcək ki, overall it's clear that Curtis Car Motors increased over the period. Çünki bu sadəcə period boyunca qalxıb. With aha, indi ən yüksək nəyi göstərib? Buradakı ən yüksək nədir? İlkdə yoxsa axırda? Yox, ümumiyyətlə biz over the period boyunca göstəririk. Axı ən yüksək fərqlənir, əvvəldə fərqlidir, axırda fərqlidir ona görə. Bizdə over the period boyuncadır. Yəni period boyunca ən yüksək qalxma harda yaşanıb, ona baxacaq. Ən yüksək düşüm təbii ki şeydir, o akne sportdur. Çünki orada düşmə var. Görürsüz özünüz düşüb. Burada lowest hissəsinə yazacaq ki, acne sports, the lowest. Qalxma da ki, il boyu ancaq qalxan nədir? Bronson. Bronson daha çox qalxıb. Baxmayaraq ki, Curtis məsəl üçün özü inkişafda olub, amma Bronson qalxıb. Ona görə Bronson Motors yazacaq. Məsəl üçün burada nümunə kimi yazmışam. Overall, it's clear that the number of students increase over the period. Burada ümumiyyətlə başqa bir line qrafındır bu. Hansı ki, şagirdlərin sayı period boyunca qalxıb.
Mathsdə daha çox yüksək nəticə göstəriblər, science-da daha aşağı. Bunu indi bu öz line qrafımıza tətbiq eləsək, burada məsələn biz bayaq dedik Curtis car motors, düzdür? Bunun əvəzinə biz burada over the period Profit boyunca yazalım. profits, yes. Elə onu Hmm. deyəcəkdim. Əsas orada həmişə yan tərəflərdə olur, yəni qalx yazılırdı orada görürsüz profit Bəli. üst hissədən. Söhbət nədən gedir yəni? Söhbətin nədən Profit. getdiyini yazmaq istəyiriksə, il boyunca nə artıbsa və yaxud da azalıbsa, burada profit təbii ki, artıb sizə yoxsa azalıb? Daha çox məncə artıb. Profit artıb, məncə də artıb. Yes, artıb. Over it's clear that profit nəyin profitidir? Car profit də maşının gəliridir, düzdür? Car Hmm. profit increase over the period. Ən yüksək hansı olub, onu burada yazırıq. Showing the highest value əvəzinə hmm, burada nədən gedir söhbət? Mal əmtədən gedir də. Value əvəzinə goods yazacağıq. Highest goods. Highest good. Yes. Yes. Ən yüksək, ən aşağı. Amma biz göstərsək ki, Nərmin xanım siz başa düşdünüz bu hissəni? Bəli, sizə qulaq asıram. Aha, gəlin bir dənə aşağıda nümunə var, ona baxaq. Bu metodla bir dənə nümunəni işləyək. Nümunə işləyici yadınızda qalacaq. Eyni o metodla, o cümlə quruluşuna bunu necə yazarsınız? Birinci Elvar xanım siz deyin, sonra Nərmin xanım sizdə. Okay. Overall, it's clear that Hı -hı. consumption of fast foods in yox, Yox. consumption of fast foods increased during over the period. Deməli, sonra necə gəldi? Ən yüksək With showing um, fish and chips. En yüksekte fish and Yes, chips. ən yüksək fişdir. Yes. Aşağı. Um, with bir dakika. With fish and chips showing the highest value and pizza the lowest. Yes. Nərmin xanım siz də belə deyərdiniz. Hı. Deməli overall verirdim. Aha, Consumption. Hı -hı. Overall consumption of fast food in gram increased deməyim də bu dəfə qalxıb hamısı ha. Aha. Increase show that um, fish deməyim də. Hamburger No, gəlin belə yazaq da. Show niyə Ama ki? increase orada niye olsun ki? Burada olsa yazdı highest. Buna göre increase olmalı değil bence. Yox, qalxma var da. No, yaza bilər. Ümumiyyətlə ümumi baxdıqda niyə consumption ki? artıb da, qalxıb da bunlar düşmə yoxdur ki. İlk ver. Bilirsiz burada niyə o over the period ərzində Ha, increase yazırıq? əvvəldə deyirik. Ha, onu mən də demişdim. Necə? Hə, əvvəl. Şeydə Baxın, deyil. Başa ilk düşdüm. cümlədə, baxın it is clear that burada yazıram indi. It is clear that. Aha, Bunu it's necə clear edirik? that. Yes. Nə ümumiyyətlə biz söhbət nədən gedir? Tüketimdən gedir də Consumption of consumption. fast. Yes, consumption of Yes. fast food in gram. Bunu dəyişmirik deyək. Yes, consumption of fast food. Yes, il boyunca ümumi over the period nədir? 70-ci ildən 90-a qədər. Bizə birinci, ikinci lazım deyil. Bizə ümumi period lazımdır. Ümumi period boyunca bu qalxıb da. Yes. Over the O da over the aha. period. Bəs feili hanı qalxma sözü? Increase. Increased Yes, increase over the period. over the period. Amma hansı? Hansı Hamısı? ən yüksəkdir? Yox, ümumi Hə. olaraq. Over the Ən period yüksəyi ümumi. yazaq da onda fish and chips qalxır. Yes, fish and chips Chips. was the highest. And digəri isə pizza was the lowest level. Yes, highest. Consumption deyək də, tüketimdən gedir söhbət. Yes. Amma consumption tercih istifadə edə bilmərik. Çox olacaq. Pizza consumption yox, Kim nə ola tərəfindən bilər? yeyirik? Habit ola bilər. Usage of ola bilər? Göz istifadəsi. Yox, istifadə də Bence onda eating yeməyə habit. istifadə. Consumption sözünün əslində environment-da var idi usage. Prosta bu burada aid olmaya bilər də. Burada deyil, kontekstinə uyğun deyil. Əslində Yəni baxın mən maraqlı gəldi özümə də. Food'a yazıb intake. Yazdım. Intake. yes, intake deyə bilərik, yes. Bunların yeri dəyişdik bir dəqiqə. Hı.
Aha, burada bizim yazdığımız buraydı. Yes, highest intake. Intake is consumption'dan sinonimdir. Chips was the highest intake. Ən aşağısı nə idi? Pizza. Yes. Pizza yazacaq ki, və yaxud da the lowest Was was pizza. pizza. Yes, was pizza. Bu qədər. Neçə dənə sözlə oldu bu? 2, 3, 20, 24 dənə söz. Əslində with yaza bilərdik fishdən, chipsdən əvvəl. With. Əlavəsi də yaza bilər təbii ki. Biz bunları aşağıda açacağıq. Sonra nə yaza bilərik? Hanım o bizim Hara bu. getdi? Hə. Baxım dənə. Başqa nə yaza bilər? Overall həmçinin Aha, davamını overall. yəni. Əsas gözünüzə çarpan məqamları Qalan o. məsələn Aha. nə ola bilər burada qalan? Məsələn, mən Pizzanı yazdıq, olsaydım fish belə chipsi yazdıq, biri yazardım. qaldı da. Onu da Aha. əlavə edə bilərik məncə. Yo, overall-da ən çoxlarda. Məncə belə olma. Mən olsaydım, yəni əvvəlki yazdığım strukturlara əsasən yazardım ki, the noticeable feature of the line graph və ya remarkable feature of the Aha. graph is məsələn fish and chips. The lowest uca gələcək ondan sonra bax onu. Eyni Yo, olaraq. Ha. while yazırdıq da while. Aha, while. Məsələn pizza fall over the period. Fail. Yes, bu da ola bilər. Yəni, Əsas drop. bilirsiniz? Aha. Baxın, overall-da yüksək, ən yüksək, ən aşağını və yaxud da siz qruplaşdırma elədiniz. Bu da doğrudur. Biz Ən əvvəl eləyirdik, oradan elə yadımda qalıb. ha, qruplaşdırma etdikdə 3 dənə bir şey olanda onsuz ikisi bir-birinə oxşur, biri fərqli olur. Yes, dediyiniz düzdür. Elə də verə bilərik. Hərənin bir metodu olur da. Kim necə istəyir, kimə necə rahatdır elə. Amma əsas odur ki, düzgün təsvir eləyəsiniz. Rəxam, sizin dediyiniz doğrudur. Bu lowest highest ilə də yaza bilərik. Bəs Nərmin siz olsanız necə eləyərdiniz? Bundan başqa da, iki dənə metoddan başqa. Necə qruplaşdırarsınız, necə yazarsınız? Anladım. Mən ağlımda qalmayıb, başqa ağlıma gəlmir yəni. Aha. Məsələn, elə bu Elvira xanımın dediyi kimi qalxanları bir yerə yığarıq. Düşəni də bir dənə təkdir də. Düşən nədir? Pizzadır. Amma Hamburgerlə fish chipsi bir yerə yığıb, pizzanı tək deyə ayrı deməliyik. eləyirik. Aha, bodylərdə də body one-da hamburgerlə fishdən danışacağıq. Body two-da pizzadan danışacağıq. Hə, mən də həmişə. Hı. Elə etsə daha rahat olacaq. Yes. Əsas overall məqsəd odur ki, qruplaşdırın. Examiner görmək istəyir ki, siz qruplaşdıra bilirsiniz. Tutaq ki, o ağlınıza gəlmədi qruplaşdırmaq və yaxud da çətinlik çəkdinizdə qruplaşdırmaqda. İndi bunun kimi asan da olmur da bütün qraflar. Elələr var ki, çox çətin görünür, amma əslində çətin deyillər. Xəttlər bizə çaşdırır. Onların arasında yenə də bölüşdürə bilər ki, ən yüksəyin aşağısınızda. Amma tutaq ki, ağlımıza gəlmədi və yaxud da yadımızdan çıxdı qruplaşdırma, bacarmadıq. Mən dediyim metoddan da istifadə edə bilərik ki, lowest highest level. Oldu mu bu cümlə? Baxın bu cümlə. İndi isə keçək yuxarıya. Təkcə bundan deyildi, indi başqa növləri də var bunun. İkinci skeletimizdə nədir? Əgər ki, iki dənə tutaq ki, nədənsə danışırlar, orada tutaq ki, pizza yoxdur, sırf hamburgerlə fişdən danışırıq. Əgər period boyunca burada yüksək bir qalxmalar, düşmələr görünürsə, baxın, məsələn, burada remained relatively stable hissəsi var ha. Aşağıda pizzadaydı da, o deyəsə stable qalırdı müəyyən dövrə qədər. Yes. Bir də baxaq o şəklə. Pizzaydı. Aha, mavi pizzadır. Yoxsa? Yo, hamburger imiş. Hamburger görsə sabit qalır, az düşür də, yəni. Çoxdur, burada 85-ci ilə qədər. Demək olar eynidir. Görürsüz, 100 daxilindədir, 0-100 arasındadır, sabitdir. Ona görə məsələn ona deyə bilərik relatively stable. Aha. Eyni qalan Peki, kimi göstərmək olar. yes, eyni qalan kimi göstərə bilər. Bəzən yəni burada tam da deyil də, elə qraflar olur ki, orada ümumiyyətlə sabitdir də, orada daha çox uyğun olar. Bildiyinizdə nə düppədüz xətt olur, bir
yuxarı, aşağı hissələr olma, ümumi stable gedir də. Ona görə biz o hissələrdə deyə bilərik. Mən də ev tapşırığı olaraq burada bu PDF-in daxilinə qoymuşam. Hansıları analiz eləməliyik. Analiz etdikdə orada mütləq şəkildə yazmalıyıq ki, bunların qalxan, düşənləri hansıdır və bir dənə qrafı bir dənə üsulla overall yazmayacaq. 2-3 dənə üsulla yazacaq. Okay. Bir neçəsini öyrəşməliyik ki, bizim üçün rahat olsun. Yəni imtahanda tutaq ki, biri ağlımıza gəlmədi, o birisi metoddan istifadə eləyək. Çox metod bilməliyik. Üçüncüdə bunu Elvira xanım demişdi, noticeable contrast. Noticeable O contrast. remarkable Elvira segment. xanımın dediyi, baxın budur, bu da kontrastı göstərəndə əgər ki, ən yüksək məsələn fərq harda var? Fərq hardadırsa onu göstərsən belə qeyd eləyəcəm. Bu Elvira xanımın dediyinə oxşuyur. Amma bu line qrafına bar charta aiddir. Bir də pie chartlar var, bilirsiniz dairələr olan. Pie chartda siz artıq largest portion bundan istifadə etməlisiniz. Largest artıq yuxarıda highest deyirdi axı, lowest highest. Pie chartda biz largest deyirik. Və smallest sadəcə proportion. Proportion bilirsinizsə nə deməkdir? Bəli, hissə. Hissəsi, yes. Sırf o dairənin hissəsinə Bir proportion də deyilir. Məsələn, segment idi də deyəsən. Portion və segment. Pie chart. yes. Bəzən də faiz kimi də götürürlər onu, percentage kimi. Amma pie chart üçün faizdir ya o. Belə ümumi faiz yox. Yes. Burada uca görürsünüz yenə də eyni üsulla gedirik. Ən yüksək, ən aşağı, amma proportion. Çox tələbədə məsələn aşağı gəlir taskpandan bal, pie chart düşürsə məsəl üçün. Niyə? Çünki orada durur yazır ki, highest proportion və ya da highest value, başqa şeylərdə proportion sözünü istifadə eləmir, amma istifadə etməliyik. Mən yazırdım. Yazılmalıdır. Yazılmasa 5.5 falan gəlir tasklan. Məsələn, ikincidə və yaxud da ki, əsaslarını göstərmək istəyirəm. Yenə də eyni qaydadır. Sadəcə 3 dənə yazmışam ki, üçünü də əzbərləyək ki, öyrənək yazdıqca. Hər birinə özü pie chart məsələn yazırıqsa, gərək ki, o pie chartda uyğun üçündən də istifadə edib yazaq. Üçünü də göstərək ki, vərdiş olaq ki, biri yaddan çıxsa, o birisindən istifadə edək. Bir metodla qalmaq yaxşı bir şey deyil. Yəni fərqi yoxdur. Bu writingdə və yaxud da teachingdə fərqi yoxdur. Həmişə çoxlu metodlarımız olmalıdır. O deyirlər B planı olmalıdır. Bax onun kimi. Bizim A planımız, B planımız, C planımız. Üçü. 3 plan üzrə gedirik ki, A-nından da B-yə keçək. Aha. Məsələn, indi burada nə demək istəyirsizcə? Nərmin xanım, bunu izah edə bilərsinizmi? Hansı İşarələdiyiniz deyirsiniz, qırmızıdan yuxarıdan. Ha, bu. Yes. Overall, there was a clear change in proportions over the period with deyir ki, nəticə olaraq aydın bir dəyişik var hissələr arasında, hissələrdə period ərzində. Nələr bunları yazmalıyıq deməli with increasing ən artanı. Burada yəqin olacaq with fish and chips increasing and pizza decreasing. Yes, əgər ki pie chart olsaydı, bu yes, əgər pie chart Yes. olsaydı, yes, elə olacaqdı. Bir də fikir verirsiniz burada yazmışam ki over two pie charts. 2 dənə olur, 2 dənə pie chartı qoyurlar. Tək pie chartdan getmir ha söhbət. Tək pie chart onda bunları eləyirik. Bir onun müqayisəsi var axı. Tələbələr çətin gələn sizə. O müqayisə zamanı biz bunu deyirik ki, məsələn, bilirsiniz nəyi nəzərdə tuturam? Demişdim sizə sinxron olur. Pie chartda ümumiyyətlə qraflar ikili, birli. Yes. Sinkron dayxon, ha. Aha, bəli onlar. Məsələn, biri 2010-u göstərir, biri 2025-i göstərir. İkisinin pie chartdır. Əgər o tipdə pie chart olduqda biz bunu belə veririk ki, məsələn 2010-dan 2025-ə qədər ən çox nə dəyişib, nə artıb, nə azalıb. Sadəcə bunun içərisində gördüyünüz şəkildə gördüyünüz artın azalanı qoyursunuz. Всё, skeletimiz hazırdır. Skeletlə işləmək rahatdır ki, bu yəni yadımızda saxlamışıq strukturu. Gördüyümüz sözü içərisinə yazırıq, всё. Amma bir də baxın da təbii ki, kontekstə uyğundur ya yox. Məsəl üçün bayaq dediyim consumption-ın sinonimini deyirdik. Orada intake daha çox uyğundur, çünki qida qəbul olunubda. Yoxsa heç də deyə bilərik, amma intake daha doğrudur. Qida ilə bağlı qəbul olduqda intake götürürük. Yəni kontekstə görə sinonimlər düzgün istifadə etməliyik. Məsələn, burada görürsüz, overall fruits accounted for the largest proportion, while vegetables made up the smallest. Bu kimi birləşmədən də istifadə edə bilərik. Fruit deyir largest yaradıb, amma vegetable kiçik. Yes, özü də ən kiçiyini. Bizə balaca, böyük lazım deyil. Bizə ən böyük, ən balaca, ən çox, ən az, ən sözlər lazımdır. Tasklanın əsas overall mahiyyəti odur ki, tələbə orada ən yuxarı, ən aşağını görsün və qruplaşdıra bilsin. Əsas 2 dənə bir şey var və bu ikisini həll etdikdən sonra tasklan ən azı 6 gəlir. Overall düz yazmısınızsa.
Table da var təbii ki. Table-da da eynidir. Bu biraz ə, line graph bar chart tiplidir. Yəni pie chart bunlardan fərqlənir də görürsüz orada proportion yazılır. Amma table-da yox. Table-da yəni eyni. Amma burada fiqurlardan getirilir, söhbət gedir. Fiqurlardan danışırıq. Məsələn, highest figures, lowest figures. Və yaxud əgər müqayisə eləsək ki, table-da daha çox, ən çox müqayisə olur. Və table çox tələbəyə çətin gəlir. Sizə çətinmi gəlir o? Table məndə də Table çox. hansıdır o? Ə, Ə, tablo var ya o. pilot. Şəklini qoymuşam mı görəsən bura? Yox, burada qoymamışam. O bir PDF-imdədir. Table tablo şəklində olur. Baxdım. Məsələn, çox tələbə o Bunu çətin gəlir. bunu belə bir şey işləmişik görürsən biz. Hə, amma işləmiş. IELTS. Bir dənə baxım üzünə. İşləmiş ya, amma Prosta bar chart oxşamır. Yox, bu başqa cürdür. Heç işləməmişəm, mənim yadıma gəlmir. Bax, o İşləmişəmsə də yəni table-da uzaq bax bir iki dənə işləmişəm. çox tələbəyə çətin gəlir, amma məsələn, mən tövsiyə eləyərdim ki, baxın, hamısını öyrənirik yazmağı, amma imtahanda bu strukturdan istifadə eləyin. Çünki examiner baxır ki, müqayisə eləməyi bacarırsınız. Baxın, highest lowest da düzdür, müqayisə eləyirik. Amma o lap ümumiyyətlə heç nə yadınıza düşməsə onu yazın. Bu bizim elə bil ki, yəni heç nə gördük yadımıza düşmür. Overall yazmağı yadımızdan unutmuşuq da, həyecanlandıq, ya nəsə oldu. Onda bunu yazın. Amma ümumi olaraq biz bunu əzbərləsək daha yaxşı. Bu metodla getsək, çünki hər şeyi müqayisə eləyirik və bu metodda qruplaşdırma da eləyirik. Hər ikisi olduqda bizim üçün daha yaxşı olur. Overall, the data indicates a significant difference between nələr arasında fərq varsa o, with the former performing better in all categories. Bu da yəni tutaq ki, hər hansısa table-a baxırıq məsəl üçün, görürük ki, hamı 100 ilə 200 arası dəyişir, amma tutaq ki, fruit məsəl üçün 500-dür. O daha çox fərqlənir axı. O fərqlənəni yazırıq burada. Lowest, highest figure yerində. Aşağı hansılarsa ən aşağısı lowest-ə veririk. Yox, ümumiyyətlə görürəm ki, bütün kateqoriyalar arasında müqayisə aparmaq istəyirəmsə, nələrdən gedirsə söhbət, məsələn, tutaq ki, deyir data indicates a significant difference between nələrin arasında fərqi göstərir. Table nə haqqında ola bilər məsəl üçün düşünsək? Age group dediysən. Yes, Hə, age group fruit ola bilər. Age group. Və yaxud da ki, elə bayaqki kimi consumption ola bilər. Hə. Onları bu boşluqlara qeyd eləyirik. Yəni gördüyümüz hissələr boşluqlara qeyd eləyirik. Eyni şey burada da, məsələn, burada tutaq ki, görürük ki, nə isə davamlı gedirsə, consistentsə, bu Yəni qrafdan eyni istifadə qalır da. edirik. Yes, bu skeletdən istifadə edirik. Müqayisə ediriksə bu skeletdən. Görürük heç nə yadımıza düşmür, nə müqayisə eləyə bilmədik. Ya remainder göstərə bilmədik. Görürük ki, alınmır da, ağlımıza gəlmir. Variantımız budur. Bundan istifadə edirik. Amma üçünü də əzbərləməliyik. Ev tapşırığı kimi onsuz da mən table da göndərəcəm, pie chart da, bar chart da, line, ümumiyyətlə hamısından göndərəcəm. Biz onların introduction və overall hissəsini yazacağıq. Overall bu ikisini bacaraq ki, sonradan bodylərə keçə bilək. Məsələn, görürsüz, overall the table shows that Japan had the highest figures while India had the lowest. Bir də ki, zamanlarda fikir verməliyik. Əgər görürsüz ki, müəyyən zaman verir, məsələn 90-cı ildirsə, orada indiki zaman verə bilmərsiniz də, təbii ki, keçmiş zaman verəcəksiniz. Zamanı yoxdursa indiki zaman verə bilərsiniz, amma zaman verilibsə orada mütləq şəkildə keçmiş zamandır. Və proses diaqramdır ki, Burada hədd yazmışıq. Çünki həddə burada məsələn əvvəl baş verib sonra baş verənlə müqayisədə yazırdıq da. yox, bu having keçmişi həddir. Hə, onda yəni onun yüksək fiqurları var demək üçün. Var, yes. Həddən sonra feil gəlməyib ki, P2 gəlsə siz deyəndə, yox, burada Hə, the highest figure istəyir. hə. Və ən axırıncısı proses diaqramıdır. Bunun üçün olsa bir dənə özəl dərsimiz olacaq, tək proses diaqramı. Ki orada bilirsiniz də Deyirlər, əslində artıq var bunu. yes. Əsas Bundan dekabr da ayında artıq çox var. düşür. Bir də dedilər ki, məsələn 2 dənə müqayisəli şeylər çox verilir də, yəni 2 dənə şəkil. Əslində əvvəl də elə olub. Yəni deyirlər IELTS dəyişib. Çox dəyişiklik yoxdur. Sadəcə məsələn readingdə cavablar artıq sıra ilə gedəcək, listeningə aksentlər əlavə olunacaq. Belə Listening bir şey. aksent olmağı çox pis bir şey deyil.
Amma məsələn, bəzən tələbələr olur ki, Hindistan aksentini daha yaxşı başa düşürlər. Doğru. Bəzi tələbələr olur. Heç qulaq asmamışam da, ancaq normal aksenti bilirəm ona görə. Amma hələ ki hansısa bir tələbə deməyib ki, aksent düşüb ora, fərqli aksent falan hələ ki elə bir şey görünməyib. Sadəcə düşünürlər ki, elə olacaq. Yes. Proses diagram qısa bunu deyim, onsuz biz bunu keçəcəyik, amma mən yenə deyim ki, əslində proses diagram asandır. Necə ki, bilirsiniz, görürsünüz ki, şəkil verilib, bizi qorxuzur o şəkil. Amma o şəkildə neçədən stage var. Overall-da o stage verməlisiniz və başlanğıc hissəsindən son nöqtəsi, vsyo. Ən asan da elə overall prosesin overall-dır. Neçə mərhələdən ibarət olduğunu, başlanğıc hardan başlayır, son harda bitir. Vsyo bu Bəs qədər. neçə mərhələnin hamısını yazmaq? Məsələn, 7 mərhələsi yazırıq, 7 mərhələ var. Yes, yes. Overall, the process involves seven main states, starting from, məsələn, nəyisə tutaq ki, nəyin biz prosesindən danışa bilərik. Tutaq ki, mənim mətnimdə məsələn imtahan yes ola bilər. Yes. Birinci əkmək nə edirlər? Ən birinci tutaq ki, yeri qazırlar. Ondan başlaya bilərik. Sonda da ki, gülün bitməsidir. Yəni başlanğıc nöqtə ilə son nöqtə onsuz da orada verilir. Bizə sözlər olaraq verilir. Biz sadəcə ya olduğu kimi də yaza bilərik. Parafraz eləsə daha yaxşıdır. Yəni sözləri bir-birinə əvəz eləsə daha yaxşı. Ən asan overall onsuz da proses diaqramda olur. Və bu, yəni bunun bir növü vardı onsuz da. Məsələn, ikinci hissədə deyə bilərik ki, diagram illustrates the process of bu birləşmə ilə də gedə bilərik. Tutaq ki, başlanğıc hissə ilə son nöqtəni yazmaq yadınızdan çıxıb, sadəcə bundan da verə bilərik. General description. Amma bunu sadəcə yadınızda saxlayın. Yazanda birincini yazın. Bunu. Bizə 7+ balı bu verir. Bu sadəcə yəni məlumatımız olsun deyə, yəni burada da bu cümlələrdən istifadə görə bilərsiniz. Siz nümunə hissələrdə belə şeylər görə bilərsiniz. Və yaxud da ki, nəyisə dəyişilməsindən də gedə bilər. Ola bilər ki, burada proses nəyisə dəyişilməsindən, məsələn, gülün əkilməsi falan deyil də, orada verirlər ki, tutaq ki, ağacın 10 il ərzində dəyişimi. Belə hallar da olur. Dəyişim olsa, transformation olsa, bu overall-dan istifadə edirik. Məsələn, burada nümunə qoymuşam ki, overall the process involves 5 main stages, starting from raw material collection and ending with a final product packaging. Yes. Deməli, Elvra xanım, izah edə bilərsinizmi siz yenidən? Overall hissəsi nədir? Necə yazırıq? Nələrə fikir verməliyik? Hansında? Həm ümumi olaraq. Ümumi. Aha, deməli overall-da müqayisə yəni önəmlidir. Yəni line graph olarsa, bar graph olarsa, müqayisə eləmək daha yaxşıdır. Bir də Evet. məsələn ən yüksəklə ən aşağı yazırıq. Yəni gözümüzə ilk nə çarpırsa, onu yazmalıyıq. Məsələn, it's clear that burada məsələn nəyin düşməyidirmi, yoxsa qalxmağıdırmı? Məsələn, conception-ın qalxmağıdırmı əsas olan, yoxsa qalxmağıdırmı, düşməyidirmi? Sonra da yazırıq ki, hansı ən yüksək qalxıb, məsələn, hansı ən az düşüb, bu formada yazmalıyıq. Gözümüzə çarpanları yazırıq, rəqəm yazmırıq, tarix yazmırıq. Məsələn, prosesdə də nə ilə başlayıb, nə ilə bitdiyini yazırıq. Bir də stage-lər mütləq. Stage qeyd olunmayanda 6-5 gəlir prosesdə. Stage-lərin sayı qeyd olunmalıdır. Onu yazmalıyıq. Sonra məsələn, bir də overall-da biz hərəsinin özünə aid sözləri var da. Məsələn, segment, proportion, bunlar pie chart-a aiddir. Highest, lowest, bunlar aiddir line graph-la bar graph-a. Bir də var idi Largest, smallest, o da pie chart. Pie chart-ın idi, hə. Yes. Nümunə esselərdə baxacağıq indi. Nərmin xanım, siz də izah edə bilərsinizmi? Overall-da əvvəlcə hər birində izah edeyim də, yəni necə olur. Aha. Overall-da əsasən ya qruplaşdırma eləyirik. Qruplaşdırma eləyərkən ən kiçiklərlə ən böyükləri ayrı-ayrı qruplaşdırırıq. Daha sonra isə burada belə deyim, tək-tək də qruplaşdırmaq olar, amma tək olanda isə yenə də ən çoxla ən azı qruplaşdırmaq lazımdır. Məsələn, amma cüt-cüt qrup yazmaq lazımdır, daha doğrusu cüt-cüt qruplaşdırırıqsa isə 2 dənə ən yüksək, 2 dənə ən az olanları qruplaşdırmaq lazımdır. Başqa Məsələn, largest, smallest, onlar harda istifadə olunur? largest, smallest əsasən deməli portion nə idi onun adı? Pie chart. Yes, pie chart-da istifadə olunurdu.
Digər başqa hansıları deyə bilərəm? Biz sonra məsələn proses essedə əsas nəyi Aha, proses. yazmalıyıq orada? Proses esse-də overall ən sadə olan esse-dir və orada stage-ləri yazmaq lazımdır. Stage-lər ifadə olunmasa Sayını. daha aşağı Aha. qiymətləndirilir. Stage'in sayını ya, özünü yox. Siz Yes. yazmırsınız ki, falan stage'də. Overall-da sayını yazırıq, bəli. Sayını və başlanğıc hissədən son hissəsi. Hardan başlayır, harda bitir. Yes. Aha. Bəs müqayisə eləsəm, məsələn, table-da bu hissədə. Mhm. Müqayisədə nələri vurğulamalıyam? Nəyi ilə müqayisə edə bilərəm məsəl üçün? Müqayisədə iki dənə eyni olan, məsələn, orada tutan kişilərlə qadınlar verilib. Aha. Orada kişilərlə qadınların hər birinin istifadədə eyni, belə deyim də, məsələn, kompüterlər var, maşınlar var, misal kimi verim. Bir də Yes. velosiped var. Kişi və qadının hər ikisini bir-birinə müqayisə edirik kompüterə olan maraqlarını. Belə müqayisə Yes. eləmək olar. Ya da ki, kişilərin kompüteri istifadəsi çoxdursa, qadınların təbii maşın istifadəsi çoxdursa, onları müqayisə eləmək olar. Yes. Yəni o düzgün qruplaşdırırıq. Bəli, qruplaşdırma. Bir də introduction hissəsi var bizim overallımızda. Introduction məncə bilirsiniz də. Nədən gedirsə söhbət, illustrates that yazılır. Mən sizə göndərdiyimdə varmı introduction yazmışam mı? Məncə yox. Bir dəqiqə təzəsini göndərim mən sizə. Çünki introduction olanı da var idi. Yazmışdım ona introduction'ı. Yox, deyil. Introduction ümumiyyətlə bir dənə onsuz cümlədən ibarət olur. Introduction verilən şərti paraphrase eləməkdir. Aha, verilən şərti parafraz eləməkdir. Bəli. Nə? Mən bunu yükləyim bir dəqiqə. Drive yükləyək bunu. Aha. Bir dəqiqə. Mən qrupa göndərəcəm bunu. Burada göndərim. Ya bildiyiniz bir dəqiqə. Aha. Introduction. Görünürmü ekran sizdə? Bəli. Bildiyiniz sadəcə shows, məsələn yuxarıda shows yazırıq illustrates. Nədən gedirsə söhbət, mən sizə göndərmişdim keçən dəfə sinonimlər. Və o sinonimlərdən istifadə edirik. Sadəcə parafraz eləyirik. Ən asan hissəsidir o. Və mütləq orada period da verilməlidir ya. Məsələn, bodylərdə qətiyyən, daha doğrusu overallda qətiyyən il verə bilmərik. Qətiyyən faiz verə bilmərik. Rəqəm ümumiyyətlə istifadə etmək olmaz. Amma introduction düzü rəqəm istifadə edilir. Sadəcə ili göstərməliyik də. İli göstərəndə from to-dan istifadə edə bilərik və ya da between and-dən. Hansı sizə rahatdırsa, ondan istifadə edirsiniz. Between və ya da from to. Sonda veririk zamanı və məkanı. Əvvəldə isə the graph shows və ya da pie chart shows, table provides, explains, illustrates nəyi göstərirsə onu qeyd edirik. Bəzən görürük ki, parafraz eləmək olmur verilən şərti. Eybi yoxdur, elə olduğu kimi götürüb yazırıq. Şərt deyil ki, onu parafraz eləyəsiniz. Əsas orada görmək istəyirik ki, siz nədən danışacağınızı izah edə bilirsinizmi? Əsas hədəfləri odur. Başa düşdünmü bu hissəni? Bəli. Gəlin bir dənə nümunələrə baxaq. Sonra keçək task 2-yə. Doqquz ballıq hissələrdəndir bu. Bir dəqiqə ekran paylaşılır. Aha.
Gəlin baxaq. Birinci baxmamışdan qabaq. Düşünün ki, burası yoxdur da bunun bir dəqiqə. Mhm. Nərmin xanım, siz bunu necə introduction eləyərsiniz? Evet. Verərsiniz. Baxın bu. Chart below shows expenditure of two countries on consumers goods in 2010. Bu bar chart, bar graphda belə yaza bilərəm də. Bar graph below illustrates Chart, yes. below illustrates that ya da D costs of No, bir e, yazarıq mı? ölkələrin adları yoxdur ha aşağıda. France and UK. France and UK. Between France and UK Yes. onlar arasında. Əslində Bir arasında dəqiqə. deyil, ayrı-ayrıdır onlar. Okay. Bir dəqiqə bir də deyəcəm. The bar chart below illustrates that costs of two countries. Sonra məsələn mötərizə içində adları yaza bilərəm. France and UK. No. Axı dediyim zamanla məkan sonda verilməlidir, mötərizədə yox. O mütləq verilməlidir. Zaman, məkan sonda verilməlidir. İstəyirəm Baxın, biraz dəyişim, ona görə fikirləşirəm. On consumers burada in below sözü var, aşağıda sözü. Onu yazmırıq, onu atırıq. O tələbə götürüb onu yazanda sonra esse balı gəlir 5 6. Heç yəni 5.5 daha doğrusu. Aşağı gəlir. Below yazmaq olmaz. Birinci nə edirik? Söhbət nədən gedir? Bar chartdan gedir. Elə bar chartın əvəzinə chartda yaza bilərik, bar chartda yaza bilərik. Fərqi yoxdur. Below-nu atırıq. Show-nu əvəzləyirik, demonstrates deyə bilərik, illustrates deyə bilərik. Yes, illustrates. indicate Indicates deyə bilərik, yes. Nəyi göstərir? Expense of two countries on consumer goods. Cost of two country yox. İki ölkənin qiyməti yox. spendings Yes, spending, yes. Nəyə xərcləyiblər bunlar? Pound sterlinqlə, pulla MTM getmişlər, yes. Yes. The amount, baxın burada yazmışam. The amount of money spent on five consumer goods in France and the UK in 2010. Baxın, sonda yerlə zamanı sonda verirsiniz. Və bu hissə var ya, expense of the two countries on consumer goods. Bunu amount of money spent on five consumer goods. Deməli, bunu niyə vermişik? Neçə dənə maldan gedir söhbət? 5 dənə. Düzdürmü? 5 dənə maldan gedir söhbət və biz onları five consumer goods kimi vermişik. Və expense nə deməkdir? Pul xərcləməkdə, düzdür? Xərclər. Money spent. Əvəzlənir money spentlə. Okay. Başqa siz nəyini əvəzləyə bilərdiniz? Cost sözünə düz gəlmiş səsində. Qiyməti. Kostalar. Cost qiymətidir, amma o necə qurarsınız cümləni? Costs of goods. Yox. Yox, qiymətləri deyil, axı burada xərclənib. Costun Cost nəylə necə deyim? Məsələn, cost qiymətdirsə, məsələn, qiymətin dəyişkənliyindən gedirmi söhbət? Xərclərsə əgər change. Ümumiyyətlə alınmır. Yox, cost deyil. Məncə də spending daha yaxşı idi. Yəni mənim dediyim ikincisi. Spending. Spending money. Yes. Nə demək istəyirsiniz? Spending money on five consumer goods. Yes. O da olar. Amount of da. Amount of money spent on five consumer goods. Elbra xanım, siz necə deyərdiniz? Telefonla Əgər danışıram. özü burada baxın, units are measured in pound sterling. Bu mütləq verilir ha. Bayaq nəsə qram var idi. Yadınızda? Nəsə qramla Bəli. ölçülürdü. Onu bura əlavə eləmək, introduction əlavə olmalıdır ki, units are measured in gram məsəl üçün. Qramla ölçülür. O burada qeyd olunur. Məsələn, pul. Sizə keçən dəfə göndərdiyim line graphda da burada pul var idi. Onun da mütləq burada qeyd olunmalıdır. O qeyd olunmayanda, yəni artıq yarım. Introduction'da ikinci cümlə kimi unit are Aha, əgər measured. ki orada yes. Əgər ki puldan və yaxud da qramdan, kilodan gedirsə söhbət, yes. İndi Elvira xanım gəlinə qədər, Nərmin xanım oxuya bilərsinizmi overalı? Oxuyum yoxsa deyim? No, oxumaq, oxuyaq. Burada hardadır ki? Ha, mən böyütmüşəm ya bunu. Yox. Ha, okay. Overall, the UK spent more money
on consumers' goods and France in the period given. Both the British and the French spent most of their money on car, whereas the least amount of money was spent on perfume in the UK compared to cameras in France. Furthermore, the most significant difference in expenditure between the two countries was on cameras. Burada Hı, artıq hər şey. Burada hər bəli, şeyi burada açıqlama hamısı bilirsiniz. bəllidir. Aha, ən Ən çox çox pul olanlar verir işləyib. birinci. Dear spent most of money on cars. Digər bir yandan ən azı isə parfümə istifadə olunub UK-də. Deməli birinci British və Fransanın hər ikisi deməli maşına az pul xərclədiyi halda UK e, Fransaya nisbətən ya müqayisədə parfümə daha az pul xərcləyib, amma Fransa daha çox xərcləyib. Düzdür? Burada bilirsiniz niyə belə verdik? Həm ölkələr Hı. müqayisə olunur, həm də oradakı Bəli. qudslar müqayisə olunur. Ona görə belə böyük veririk. Ki Hə. birinci nəyi müqayisə eləmiş? Ölkəni müqayisə. Ən çox baxın belə baxdıq bar charta deyirik. Fransanın UAK müqayisə olunur, düzdür? Birinci bunları müqayisə ən çox hansı istifadə eləyib? UAK. Göz birinci cümləmiz UAK-in müqayisəsidir. The UK spend Yes. more money on consumer goods than France in the period given. İkinci cümləmiz. Bəs bunların oxşarlıqda yazmalıyıq, həmişə fərqini yox. Oxşarlıqda baxdıqda. Bəs bunların oxşar istifadə elədikləri nədir? Oxşar məbləğdə. Oxşar istifadə etdikləri Karsda eyni Yes. şəkildə xərcləyiblər. Halbuki ən azı isə harda xərclənib? UK-də UK-də o da parfümə parfümü. xərclənib. Fransa ilə nisbətdə yes. Baxın, Bəli, birinci parfümə daha ölkəni çox. müqayisə elədik. Yes, ölkəni müqayisə elədik. Sonra Hı. Fransa ilə Britaniyanın oxşar istifadə elədikləri, xərclədikləri məhsul və UK-in Fransaya nisbətən ən az istifadə elədiyi. Və Yes. bir də ən çox fərq harda var? Ən Ən çox çox fərq kamerada. kamerada. Yes. Ən çox Kamerada nəzərimizə çarpan. deməli UK çox pul xərcləyib, Fransa isə bu dəfə daha az pul xərcləyib. Yes. Gördünüzmü qruplaşdırma necə etdilər? Yes, significant difference in expenditure between two countries. Yes, uzun cameras. Bunun cavablarını verməyib. Deyir, iki dənə ölkə arasında belə böyük bir dəyişik var. Kəskin fərq var. Yes. Birinci onda belə Düz- oldu da cümlə başladı UK ilə Fransa arasındakı ümumi xərcə baxır. Ümumi xərcdə hansında daha çoxdursa, məsələn UK-də daha çoxdur ümumi xərc, hə? Hamısına baxırıq, Aha. ümumi xərcə əsasən yazırıq. Daha sonra isə həm goods-ları, həm də ölkələri müqayisə edirik. Düzdür? Düz başa düşdüm. Yes. Keçən dəfə də burada nəsə bir dənə line graph göstərmişdim. Sizə menlə woman var idi burada. Yadınızdadırmı? Mən Yes. dedim menlə womanın müqayisəsi sizə o ağlına gəlməmişdi men woman. Baxın o tipdədir də bu da. Yəni birinci burada görülən nədirsə, onları müqayisə eləyin. Sonra keçin bu şəkildəkilərə. Şəkildəkilərdə Yes. ən çox fərq harda görülür? Burada bunu görürsüz müqayisə edib kameranı. Sonra UAK-də ən az nədir? UAK-də ən az Niyyəti parfüm. parfüm. Bir də Fransada məsələn ən çox hansıdır və yaxud da Fransa UAK-də oxşarlıq nədir? O öz Fransada seçiminizə kompüter bağlıdır da. artıq o keçir məncə introduction. Hə, ya da ki istəsəm əgər Fransanın çoxunu yazıb UK-in azını yazmaq olar. Aha. Qalan məsəl üçün o fərqlər var, aralarındakı fərqlər lap böyük. Məsələn, kompüter falan ildə bu qədər idi və yaxud da ki Fransada bu idi. Onları yazma. Onlar bodydə gedəcək. Bizə Yes, əsas nəzərə çarpan, hamısını durub overall yaza bilmərik ya. Əsas Bəli. nəzərə çarpan şeyləri yazmalıyıq. Nəzərə çarpan odur ki, əslində burada məsəl üçün heç son cümləni deməyə belə ehtiyac yox idi. Ya lap belə son cümləni desək belə, burada least amount of money was spent perfume yox ki, bunu deməyə belə ehtiyac yox idi. Amma yenə də yazdıq. Necə? Əsas. Məsələn, bu cümləni deməsəydi olardı. Hə, Baxın bu nə üçün? cümləni. Çünki burada hər şey açıqlamağa ehtiyac yoxdur. Əsas önə çıxan bizim ölü bu əməlli başlı gözə çarpır. Düzdürmü? Hı. Sonra Yoakin Fransa arasındakı fərq gözə çarpır. İlk Əslində mən də cümlədən fikirləşdim qeydləmişik. ki, bu abzas elə bir overall üçün böyükdür. Aha. Amma bunu bilirsiniz kim yazıb? Lizi tanıyırsınızmı? Yes. Onun mənbələri güvənlidir. O həmişə writing işləyən Lizin mənbələrinə baxmalıyıq. Lizin mənbələri ən güvənli mənbə. Məncə Çünki böyük deyil. 150 sözü tamamlamaq üçün çox yaxşıdır. Mən tamamlaya bilmirəm onsuz ki. Heç cürə. Overall da bodylərdə olsa yaza pis bilər. yazıram mən. İnşallah yazıram. Bodylərdə bunlardan danışa bilərsiniz. Pis deyil, bunu da belə yaza bilərsiniz. Amma ki, yəni bunu yazmasaq da olardı. Yəni yazmasaq problem deyil, onu demək istəyirəm.
Çünki əsas hədəfləri görmüşük onsuz da. Yes. Elbir xanım, siz başa düşdünüzmü bu hissəni? Bəli, bəli. Tamam. Bunun sonunda mən bunu göndərdim sizə. Yox, Bəli. indi bunu da göndərəcəm sizə. Bunun sonunda 2 dənəsi də var. Gələn dərs onlara da baxacağıq. Amma ev tapşırığı mən sizə verəcəm, baxın. Siz təzədən elə bir eyni şey göndərmisiniz. Onu göndərəcəksiniz. Ev 3-dən eyni şey göndərin. Ay yox, gəlin ikisini sileyim mən bunun. Sonuncuya baxın. Çünki orada introduction səsdə var axı. Aha. Başa düşdünmü bunları? Yes. Nəsə qaranlıq qalmadı. Bunlar nə qalır?